İnsanlar düşünürlər ki, boşanma ay pisdir, xaosdur, inkişaf deməkdir. Nə mənada? Qadınların hüquqları artmağa başladıkça özünü ifadə etmək də ehtiyaclarım var, ortaya çıxmağa başladı. Bəli, qadın hüquqları artdıkça boşanmaların sayı artmağa başladı. Bu da inkişafı göstərir əslində cəmiyyətdə. Sivilizasiya inkişaf etməyə başlayır. Və ikimizin problemi odur ki, bircə dəqiqə, cəmiyyətin problemi odur ki, Gününüz aydın olsun Azərbaycan xalqı. Mən bu psixolog Samirəyə səslənirəm. Samirə, sən deməli deyirsən ki, boşanma inkişafdır. Allah o inkişafı sənin evindən əskik eləməsin. Allah o inkişafı, o boşanma inkişafını sənin əzizlərinin üstündən əskik eləməsin. Harda subayın var, evlənsin, boşansın. Harda verəcəyin qız var, o getsin ərə oradan boşansın. Harda alacağın qız var, o gəlsin sənin qapına, gəlsin, gəlsin, bir həftədən sonra boşansın. Allahdan onu istəyirəm. Sən ki bu xalqı, bu psixoloq qadınla bu təbliğatlara aparsan, boşanmanı inkişaf sayarsansa, Allah sənin evindən əskik eləməsin. Allah sənin əzizlərindən əskik eləməsin. Sən söyə bilmirəm, söymənin cəzası qanun qarşısında da böyükdür. Və yəni mənə də yaraşmaz. Bir Azərbaycan kişisi qadını, Azərbaycan qadını, ən azından Azərbaycan qadınsa, ona görə söymək yaraşmaz. Samirə, mən həmişə demişəm, ya and olsun Allah deyirəm, bu ölkənin nə qədər ki mediası var, nə qədər ki psixoloqları var, and olsun Allah erməniyə ehtiyac yoxdur. Digər millətə ehtiyac yoxdur. Bizim xalqımızı yıxan mediadır, bu psixoloqlardır. Samirə, sən kimsən axı vəbşə? Sən kimsən? Ümumiyyətlə sən kimsən? Psixoloqsan, get başını sal aşağı, get psixoloqluğuna elə. Sən cəmaata psixoloji təsir elə, bu cavanları yoldan çıxartma. Sən vəbşə ümumiyyətlə bu psixoloq deyilən bir anlam mənə çatmır. Nə qədər ki bu insanlar, bu psixoloqları bu qədər şiirdib qaldıracaqsınız ki, and olsun Allah bədbəxt olacaqsınız. Psixoloq yox, gedin psixiatr yanına, gedin müalicə alın. Əgər psixi problemləriniz varsa, əsəb problemləriniz varsa, gedin psixiatr yanına. Psixoloq sizi ancaq pis yola gətirəcək. Ailəniz varsa ailənizi dağıdacaq. Balanız varsa sizi balanızdan eləyəcək. Hər bir şey. Mən səslənirəm buradan Azərbaycan xalqına. Bir də mediaya səslənirəm. Kişiliyiniz olsun, qeyrətiniz olsun, vicdanınız olsun. Bu xalqı bu cür psixoloqlar çıxardıb efirə cəmaatı yoldan çıxartmayın. Nə də bu boyda Azərbaycan göz yaşı tökdü ki, kimə görə göz yaşı tökdü? Şəhidlərimiz niyə insan idi da, şəhid oldu vətən uğrunda. Allah bilər, yəni ki cənnəti qazandı. Biz niyə pis olurduq? Allahın işinə niyə qarşıdıq? Allah getdi də Allahın dərgahına getdi, ən gözəl zirvədə cənnəti qazandı. Biz niyə pis olurduq? Ona görə pis olurduq ki, balalar yetim qalır, balalar atasız qalır. Ay Samirə, səni görürəm, bax balan getsin elçiliyə, qapısına qız gətirəsən inşallah. Bax o da bir həftə olsun çıxsın getsin. Bax mən sənə onu arzulayıram. Çünki mənim balam var, mənim balamı bu cəmiyyəti pozub, sabah o cəmiyyətdə mənim balam əziyyət çəkəcəksə bu evlənmə, boşanma məsələlərinə görə birbaşa sənsən günahkar və mənim balam kimi də milyonlarla balaların günahkarı sənin kimilərdir. Çünki sən təbliğatı aparırsan və Allah səni qarşısına çıxarsın. İnşallah Allahdan istəyirəm. Sən və sənin kimilərini bu media sizi and olsun Allah, əlimdə imkanım olar. Quran and olsun. Mən sizi darmadağın elərəm da. And olsun Allah. Sizi qədər bu xalqa belə zərər vuran, ziyan vuran, milli dəyərləri parçalayan ikinci bir qurum yoxdur. And olsun Allah'a deyirəm. Siz narkotikdən betərsiniz. Narkotik müalicəsi var, sizin müalicəniz yoxdur. Siz o qədər azğınlaşmısınız ay media. Siz ki bu psixoloq Samirə kimilərini çıxardıb efirlərdə, nə bilim, arvadı evdən qaçıb həmin oğraşları efirə çıxardan mediasız. Ərini qoyub qaçan 3 uşaq anasını efirə çıxardan mediası. Siz bu xalqın düşmanısınız. Onu yəni bilin ki, media sizin axırınıza bir xitam veriləcək inşallah. Mən müraciət edəcəyim adamı tanıyıram. Bu ölkədə mən müraciət edəcəyim adamı tanıyıram. Hələ ki səbr edirəm. İnşallah müraciət edəcəm və səslənəcəm o insanlara. O insanlara səslənəcəm və güvən yerlərinə səslənəcəm. Onda sizin birbaşa sizin bu media birbaşa onda sizin məsələlərinizə xitam veriləcək və xalqdan da istəyəcəm ki, dəstək olun. Bu medianın kökü kəsilsin. Kökü kəsilmək o demək deyil ki, siz bağlanasınız. Sizin ağzınız bağlansın, sizin məqsədiniz bağlansın, sizin niyyətiniz bağlansın. Sizin bağlanmağınız mediada hər bir yerdə efir getməlidir, bütün dünya ölkələrində gedir bu media. Efirlər gedir. Sadəcə sizin niyyətiniz, bu xalqı pozmaq niyyətiniz var, ona xitam verilsin. İnşallah ki, ona da xitam veriləcək. Samirə kimsə, Samirə, sən və sənin kimi psixoloqlara səslənirəm. Özünüzü ələ alın. Özünüzü biraz yığın. Sənin o müasir dediyin boşanma aləmi var ha. Bugünkü gün ölkəni eləyib xana, dağ başlığını demirəm. Ölkəni eləyib xana. İraq yaxşı qadınlarımızdan, İraq qeyrətli qadınlarımızdan. Get bax, Azərbaycan qadını kafedə işləyirdi. Azərbaycan qadını min yufka geyinib kafelərdə 10 bun qabağına pivə aparırdı. Samirə, hamısı boşanmaların səbəbidir. Bax sənin kimi psixoloqların və sənin kimi təbliğat aparanların səbəbində. Bax bugünkü gün o ölkə olub xana. Otellərimizdə ancaq Azərbaycan qadınlarıdır. Əvvəl bir dənə Azərbaycanlı qadın tapa bilməzdin kafe restoranda işləsin. İndi hamısı Azərbaycan qadınlarıdır. Niyə? Nədir səbəb? Çünki sizin təbliğatınız güclüdür. Bu xalqdan güclü oldu sizin təbliğatınız. Allah kökünüzü kəsin. Kim ki bu xalqın milli dəyərlərini, qeyrətini pozursa, Allah onun balasına fahişə nəsib elə. Oğlansa fahişə nəsib eləsə, qızı olsun fahişə, dönsün olsun fahişə. Mən heç bir balaya qarşı eləmirəm, amma mən eləyirəm. Onu eləyirəm çünki balaları məhv edirsiniz. Evladları, cavanları məhv edirsiniz. Bax sizi kimilər evladları məhv edir. İnşallah ki sonunuz gələr. Allah qoysa bu dövlətimiz ki, necə ki bu TikTokda, sosial şəbəkələrdə özünü apara bilməyən insanların tədbir gördü və cəzalarını verdi. İnşallah ki sizin də vaxtınız gələr. Sadəcə biz səbr edirik. Sadəcə bu qeyrətlilər, Samirə sən bizi oğraşla, bir qeyrətlə, fahişələrlə səhv salma.
Biz qeyrətlilər səbr edir hələ ki. Səbr edir, amma sizlərin kökünüzə son qoyulacaq. İnşallah ki, bizim də güvən yerlərimiz var. Müraciət edəcəyik, inşallah ki, onlar da səsimizə səs verəcək. Allah dövlətimizi, xalqımızı qorusun.